Ürək tutması qəfil baş verir deyə düşünürük. Amma əslində bədən bizə əvvəlcədən siqnallar verir. Sadəcə biz onları görməzdən gəlirik. Bu gün sizinlə həyati əhəmiyyət daşıyan, hər saniyənin önəmli olduğu bir mövzu – miokard infarktını sadə dillə izah edəcəm. Miokard infarktı ürəyi qidalandıran damarlardan birinin tutulması nəticəsində ürək əzələsinin zədələnməsidir. Bəs bu damarlar niyə tutulur? Əsas səbəblər bunlardır: tütün məmulatları, davamlı yüksək qan təzyiqi, xolesterin yüksəkliyi, şəkərli diabet, hərəkətsizlik, stress, artıq zəki və təbii ki, genetika. Əgər ailənizdə gənc yaşda infarkt keçirən varsa, siz daha diqqətli olmalısınız. Bəs infarkt riskimizi əvvəlcədən necə yoxlaya bilərik? Bunun üçün bəzi vacib müayinələr var. Lipid spektri, yəni xolesterin analizi, qanda şəkər analizi, EKG və EKG, yəni ürəyin ultrasəs müayinəsi. İndi isə daha vacib hissəyə gələk. Özünüzdə və yanınızdakı adamda infarkt şübhəsi varsa, döş qəfəsində basqı, göynəmə, nəfəs darlığı, soyuq tər kimi əlamətlər olarsa nə etməlisiniz? Dərhal təcili yardıma zəng edin. Təcili yardım gələnə qədər isə xəstəni oturdum və ya yarı oturaq vəziyyətə gətirin. Ayaq üstə qalmasın və ya tam uzanmasın ki, ürəyə yük düşməsin. Amma əgər xəstəm huşunu itiribsə, təzyiq çox düşübsə, yəni şok halındadırsa, bu zaman uzandırmaq və ayaqları biraz qaldırmaq daha uyğun ola bilər. Nəfəs almasını rahatlaşdırın. Əgər xəstənin aspirinə qarşı allergiyası olmadığını əminsinizsə, dərhal bir ədəd aspirin çeynətmək müsbət təsir göstərə bilər. Yox, əgər əmin deyilsinizsə, allergiyanın nəticəsi daha ağır ola bilər. Həkim təyinatı olmadan xəstəyə başqa dərmanlar verməyin, çünki təzyiqi kəskin salıb vəziyyəti pisləşdirə bilərsiniz. Miokard infarktı haqqında doğru bilinən yanlışlardan danışaq. Gəncəm, mənə heç nə olmaz. Tamamilə yanlışdır. Təəssüf ki, müasir dövrdə stress, pis qidalanma səbəbindən 25-30 yaşlarında belə infarkt halları çoxalıb. Ağrı mütləq sol qolda olmalıdır. Xeyr, ağrı tam fərqli ola bilər. Sadəcə mədə ağrısı, ürək bulanma və ya sadəcə nəfəs darlığı ilə özünü göstərə bilər. İnfarkt anında güclü öskürmək həyatı qurtarır. İnternetdə yayılan bu məlumatın heç bir elmi əsası yoxdur və tam tərsinə, onsuz da əziyyət çəkən ürəyi daha da yora bilər. Ən əsası, sağlam qidalanın, hərəkət edin və profilaktik yoxlanışları gecikdirməyin. Bu videonu sevdiklərinizlə paylaşın ki, bəlkə də kiminsə həyatının qurtarılmasına vasitəçi olunuz. Əgər tibbi məlumatlar sizin üçün maraqlıdırsa, kanalı izləmədə qalın.